İran parlamenti ilə bağlı maraqlı bir görüntülər sosial şəbəkədə gündəm olub. Bugün 2 dekabr tarixli Gündəm Xəbər nefrində bir xəbər diqqətinizə çatdıracağıq. Belə ki, İran millət vəkilləri parlament iclasını yuxuda da izləyirlər. Başlıqlı xəbərdə bildirilir ki, İran parlamentinin plenar iclasları sosial şəbəkələrdə gözlənilməz müzakirələrə səbəb olub. Belə ki, iclas zamanı millət vəkillərinin mürgüləməsi mediada gülüş doğurub. Paylaşımlarda istifadəçilər deputatların çətin iş rejiminə tab gətirmədiyini ironiya ilə qeyd ediblər. Bəziləri isə bunu xalqın problemlərindən yorulmaq deyil, məhz məsuliyyətdən yuxuya getmək kimi şərh ediblər. Qeyd eləyək ki, ölkədə ciddi iqtisadi və sosial çağırışlar yaşandığı bir vaxtda parlament nümayəndələrinin iclasları yuxuda keçirməsi həm simvolik, həm də narahat edici bir görüntüdür. Təbii ki, sosial media isə məsələyə daha çox yumorla yanaşır və görünür ki, parlamentdə gündəliyin ən aktiv bəndi məhz yuxu fasiləsidir deyə bildirilib.